Azad edilən ərazilərə köç davam edir. Bugün Xocavəndə 33 ailə, 142 nəfər köçülüb. Ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti qalan ailələr artıq doğma yurtlarında olacaqlar. Vətənimizə qayıtmışıq. Biz buradan gedəndə uşaq idik. İndi nəvəli nəticəliyik. Planlarımız da budur ki, torpağımızın qədrini bilək, daha da biləcəyik, əkib, biçib, belə. Biz də öz oğullarımızı, evlatlarımızı o ruhda tərbiyə eləyəcəyik ki, yekələndə onlar da şəhidlər kimi, yəni fəxrlə desinlər, belə oğullar var. Vətən ruhunda. Çox razıyıq, çox abad, hər şey öz qaydasında, çox gözəl. Təəssüratlar çox gözəl. O günkü gündən bugünkü günə kimi ümid yaşayırdıq ki, biz nə vaxt gedəcəyik. Ümidimizi itirmirdik də. Bugünkü gündə şükür Allaha. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Prezidentimizə Allah can sağlığı versin ki, bugünkü günü bizə yaşatdı. Gəldik yerimizə, yurdumuza, şükür bugünkü günümüzə.